ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan deyəndə qəhərlənən Heydər Əliyevin sizin təhtil şuurunuzda buraxdığı iz deyil. Bu yalnız qrammatika deyil, bu yalnız leksika, nə bilim, morfologiya deyil. Burada ola bilər ki, orta statistik Azərbaycanın başa düşmədiyi bir dərin mətləb var. Niyə bu qədər siz Azərbaycan dilini qorumağı tapşırırsınız hər dəfə? Təkidlə, təkidlə, təkidlə. Nə təhlükə var? Bilirsiniz, ilk növbədə dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir. Bəlkə də birincisidir. Təbii ki, bayraqla, herblə, himlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik. Ağır taleydir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq. Əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, Fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximizdə zəngindir, olub, dövlətçilik əsasları olub, fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Və bu psixologiyanın fəsadları bugün də var. Azalır, amma var. Nə qədər az olsa o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə bağlıdır. Başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət eləyən dildir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq. Və bugün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, Sovet vaxtında bəzi kəlmələr daxil olmuşdur bizim leksikonumuza. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik. İkinci, biz böyük xalqıq. 10 milyondan çox ancaq müstəqil Azərbaycanda yaşayır. Amma dünyada 50 milyondan çox Azərbaycanlı yaşayır. Yəni bizim dilimiz böyük xalqın dilidir. Və bunu biz heç vaxt unutmamalıyıq. Və heç bir dilin kölgəsində bizim dilimiz ola bilməz. Bizim dilimiz zəngindir. İstənilən ifadəni sən deyə bilərsən. İstənilən şeiri sən yaza bilərsən. Yəni, çox zəngin, çox melodik və gözəldir. Və təkcə ona görə yox ki, bu bizim dilimizdir. Mən eşitmişəm bir çox həmkarlarımdan, bir çox insanlardan ki, doğrudan da çox zəngin və gözəl dildir. Və mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı tamamilə bu fikirləri bölüşür. Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bugün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr, onlar dilimizi zənginləşdirmir. Və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Yəni, çox dil bilmək yaxşıdır. Mən də onun tərəfdarıyam. Amma xarici dillərdə sən lazım olan vaxtda danış. Amma öz dilimizi biz qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli
kimliğimizi de sarsıdır. Damcı damcı, yavaş yavaş. Belki de özümüz hiç buna fikir vermeden damcı damcı da sarsıdır. Dil elden gedenden sonra, yaxud da ki pozulandan sonra, yaxud da ki başka dile tamamıyla uygunlaşandan sonra onda milli kimlik de gidecek. Ondan sonra devletçilik de gidecek. Ondan sonra Allah eləməsin ölkəmizdə necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə bax, Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam şuurlu deyirəm və hamını bu mübarizəyə mən dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən yəni dəmir pərdə ilə özü bağlaya bilməzsən. İstər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və s. istər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə olunur. Mən bunun əleyhinəyəm. Mən heç bir dilin əleyhinə deyiləm. Hər bir dilə də hörmət edirəm. Və mən daha çox dil bilsəydim ancaq xoşbaxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq. Və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Bax, 50 milyon Azərbaycanlı yaşayır dünyada. Amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik. Və çox istəyirəm ki, xaricdə yaşayan Azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var. Bəzi Azərbaycanlıların yaşadıkları ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə onlayn məktəblər artıq açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıkları bütün yerlərdə onlayn Azərbaycan dili məktəblər olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Çünki 3-cü, 4-cü nəsil Azərbaycanlıların uşaqları artıq bəziləri ana dilini bilmirlər. Burada bir çox amillər birləşir. Əsas amillər əvvəl dediyim məsələdir və böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün Azərbaycanlılar Azərbaycan dilində bax, bizim kimi danışsınlar. Yəni, bu mənim arzumdur. Bu əlbəttə ki, çətindir, çünki xaricdə yaşayan Azərbaycanlıların təbii ki, hər birinin imkanı yoxdur. Amma arzum budur. Və burada jurnalistlərdən çox şey asılıdır. Çünki ən çox, necə deyərlər, danışan, yəni efir məkanında jurnalistlərdir. Və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə eləməsinlər. Hərdən bir eşidirəm mən televiziya verilişlərində. Sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız, onların da sözünə böyük ehtiyac var. Onlar da biganə qalmasınlar.